Dostlar, hamınızı salamlayıram. Bu videoda sizə iğdə ununun hazırlanmasından, keçdiyi etaplardan, faydalarından, zərərlərindən, kimə olar, kimə olmaz və necə istifadə etmək lazımdır, o haqda məlumat verəcəm. Gördüyünüz bu yerə düzdüyüm padnosların hamısı iğdənin üdülmüşlük mərhələləridir. Bu iki padnos iğdənin birinci mərhələsi hesab olunur. Bu üydüləndən sonra ələndir və bu cür ağ bir məhsul əmələ gəlir. Bu yalnız iğdənin ətindən ibarət olan bir məhsuldur. Bu ikinci padnosda olan məhsul isə iğdənin əti ayrılandan sonra qabığı və dənəsinin yenidən üydülməyə hazır olan bir mərhələsidir. Bu mərhələ hardasa iğdənin ununun əmələ gəlməsi 3-4 gün, bəzən də bir həftə vaxt alır. Çünki havanın temperaturundan çox şey asılıdır. Bu iğdənin bu cür formada biz bunu havada quruduruq. Çünki bunun birinci mərhələdə üydəndən sonra bunun içində olan dənələrini mütləq günəş qurutmalıdır ki, o növbəti mərhələdə parçalana bilsin. Gördüyünüz bu üçüncü padnos onun üçüncü mərhələsidir. Bu mərhələdən sonra bu mərhələ alınır və gördüyünüz kimi burada da parçalanmış hissədən ibarətdir. Lakin bu parçalanmış olsa belə yenə də toz halında deyil. Bu mərhələ üydüləndən sonra baxın, belə narın bir toz əmələ gəlir. Hansı ki, bu iğdənin birbaşa dənəsinin və qabığının tozudur. Və bu toz üydüləndən sonra yerdə qalan yenə də dənələr var. Bunlar isə bir müddət qurudulandan sonra tamamilə üydülür və toz halına gəlir. Lakin buna baxmayaraq üydülməyən dənələr də olur. Onları da biz yığıb saxlayırıq və kim istəyirsə onlara verə bilərik. Və yekun mərhələ baxın bu mərhələdir. Burada həm iğdənin dənəsi var, həm qabığı var, həm də ki onun əti var. Ümumiyyətlə iğdə tozu o deməkdir ki, iğdə tozu iğdənin dənəsinin, qabığının və ətinin üydülməsindən əmələ gəlir. Marketlərdə satırlar. Bəzilərinin rəngi solub, bəzilərinin vitrin vaxtı keçibdir. Bəziləri isə qabıqları bütöv formadadır. Nəzərə alın ki, qabığı bütöv formada olan iğdə unu, onun içərisində heç dənədən söhbət gedə bilməz. Çünki onun heç qabığı parçalanmayıb, harda qala onun gördüyünüz bu dənələri parçalansın. Dostlar, bunu necə istifadə etmək lazımdır? Yaşa görə və bir də ki, istifadə qaydasına görə fərqlənir iğdə unu. Məsələn, yaşlı insanlar bunu qatığın içərisinə tökməklə, südə və yaxud da ki, suyun içərisinə qatmaqla istifadə edə bilərlər. Bizim ölkəmizdə bal çeşidləri çoxdur. Məsələn, tut doşabıdır, keçiboynuzlu doşabıdır və digər xurma doşabıdır. Onlara qatıb istifadə etmək olar və digər bal növləri ilə də qarışdırıb istifadə etmək olar. Ən yaxşı qayda isə uşaqlarda istifadə qaydası onların suplarının hissəsinə tökməkdir və yaxud da ki, suyun südün hissəsinə qarışdırıb verməklə istifadə edə bilərlər. Nəyə faydalıdır, onu da deyim sizə. Revmatizm ağrılarına çox yaxşı köməklik göstərir. Sümük inkişafına çox yaxşı köməklik göstərir. Bənizi zəif olan insanlar var, uşaqlar var, sümüyü nazik olan yaşlı insanlar var ki, onlar yeməklə öz sümüklərini möhkəmləndirə bilərlər. Sonra əzələ inkişafına çox yaxşıdır. İdmançılar bundan istifadə edəndə əzələləri möhkəmlənir, əzələ liflərini möhkəmləndirir, əzələnin bərkliyini artırır, əzələ sallanmasının qarşısını alan bir xüsusiyyəti vardır. Yerdə qalan bax bu cür dənələrini isə bunu qaynadıb suyunu içmək də olur. Çünki bu elə bir mərhələdə olur ki, artıq o hissələri parçalamaq mümkün deyil. Ona görə də onları yalnız qaynadıb suyunu içmək də mümkündür. İğdə ununu bizim mağazindən əldə edə bilərsiniz. Tam təmiz və halal olan istifadə edə bilərsiniz. İğdə unu kimlərə olmaz, onu da deyim sizə. Elə insanlar var ki, yayı, qışı həmişə üşüyürlər. Bax, o cür insanlara iğdə unundan istifadə etmək, az istifadə etmək məsləhət görülür. İğdə ununun mənfi tərəfləri də vardır. Bu qədər faydaları olsa da, onun mənfi tərəfi, ən böyük mənfi tərəfi odur ki, qəbzliyi əmələ gətirir. Əgər sizdə qəbzliyə meyillik varsa, iğdə unundan az istifadə etməlisiniz. Əgər qəbzlik yoxdursa, bu cür hallar yoxdursa, rahatlıqla istifadə edə bilərsiniz. Gün ərzində 1 və yaxud da 2 dolu xörək qaşığı istifadə edə bilərsiniz. Bu sizin orqanizminizin onu qəbul etməsindən asılıdır. Əgər dediyim kimi qəbzliyi əmələ gətirmirsə, sizdə üşümə prosesləri baş vermirsə, rahatlıqla istifadə edə bilərsiniz. Neçə insanlar var ki, məsələn, orta və yaşlı nəslin insanları
Bu iğdə ondan istifadə etməklə həqiqətən də oynaq, əzələ, diz ağrılarına çox böyük faydası olduğunu deyirlər. Uşaqlarda əzələ və sümük qatının inkişafında, həmçinin idmançılarda da eyni halların möhkəmləndirilməsi üçün istifadə oluna bilər. Amma çalışın həmişə alanda yaxşı iğdə unu alın. İğdə unu rəngi ağ olmalı deyil. Onun rəngi ağla qırmızı arasında fərqlənməlidir. Baxın, gördüyünüz bu mərhələ iğdə ununun yekun mərhələsidir. Baxın, rəngi bax bu cür olmalıdır. Müqayisədə eləyirəm. Görürsünüzmü? Hər ikisi arasında rəngi. Bu ağdır, amma bunun rəngi isə nisbətən fərqlidir. Bu ancaq iğdənin ətindən ibarət, amma bunun içərisində iğdənin sümüyü də var, qabığı da var. Sümük yəni dənəsi də var, qabığı da var.